Mənim dəyərli qardaşım, ümumiyyətlə məsələ bundan ibarətdir ki, məzhəbindən, etiqadından, mənhəcindən asılı olmayaraq, əgər bir xanım, söhbət xanımdan gedir, qadından getmir. Əgər bir xanım hicabın altındadırsa, möhtərzəni açıram. Hicabına riayət edən xanımdırsa, möhtərzəni də bağlayıram. Fərqi yoxdur ailəsində və yaxud ki, cəmiyyətində. O qara saçlarını qara hicabın altında ağardırsa, yenə də təkrar edirəm, məzhəbindən, mənhəcindən, etiqadından asılı olmayaraq, bu xanım sələfidir, sünnüdür, şiədir, hər nədir, əgər hicabına riayət edirsə, hicabının ağırlığını vücudunda, ruhunda, qəlbində bilir və onu icra etməyə cəhd göstərirsə, biz müsəlman mümin kişilərin vəzifə borcumuzdur. Ruhən, vücudən, qəlbən, insafən, cəmiyyətə əsasən, şəriətə əsasən vəzifə borcumuzdur həmən xanımlara önəm vermək, yer vermək, başımızın üstündə saxlamaq. Niyə? Çünki kişilərdə olmayan güc, qüvvət həmən qadınlarda var. Həmən qadınların sirri nədədir, mənim qardaşım? Sirr ondadır ki, Qur'an ayəsinin hökmünü zahirən ailəsində və cəmiyyətində təbliğat edir. Hicab ayəsini təbliğat edir. Bu güc, bu qüvvət kişilərdə olmadı. Allah Teala qadınlara verdi. Hansı ki hicab ayəsi var, həmən hicab ayəsi qadın zahirən təbliğ edir, zahirən daşıyır. Ona görə bu gün mağazalarda hicablar baha, qısa geyimlər ucuzdur. Çünki təbliğatın qarşısını almaq üçündür. Allah həmən müminə xanımlarımızı xanım Fatimə Zəhra sallallahu aleyhə ilə məşhur eləsin. Xanımın Fatimə Zəhra sallallahu aleyhənin nəzəri o xanımların üzərində əksik olmasın inşallah.